Baharın təravətini, milli mədəni dəyərlər və xalqın zəngin irsini özündə birləşdirən bu tədbir sakinlər və şəhərin qonaqları üçün əsl bayram ab-havası yaradıb. Festival ərazisi xüsusi olaraq bəzədilərək rəngarəng dekorasiyalar, milli ornamentlər və bahar atributları ilə zənginləşdirilib. Bayram proqramı çərçivəsində müxtəlif folklor kollektivlərinin iştirakı ilə milli rəqslər və musiqi nömrələri təqdim olunub. Səhnədə səslənən mahnılar və ifa olunan yallılar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Sərgilənən əl işləri və suvenirlər isə yerli sənətkarların yaradıcılıq potensialını əks etdirib. Tədbir çərçivəsində uşaqlar üçün də maraqlı əyləncə proqramları təşkil olunub. Müxtəlif oyunlar və çizgi film qəhrəmanlarının əyləncəli anları balacaların sevincinə səbəb olub. Artıq 3 gündür ki, Bahar Festivalı davam edir. Çox gözəl rəqslər, çox qəşəng tədbirlər, sərgilər nümayiş olunur. Naxçıvanda bu tədbir çox böyük sevinclə ab-hava ilə qarşılanır. Ötən günü ziyarətçilər üçün daha yadda qalan edən isə gənclərin sevimlisi, tanınmış ifaçı Mərdan Kazımovun səhnə alması olub. Qəşəng festival təşkil olunubdur, Bahar Festivalı. Biz də dostlarımızla, yaxınlarımızla gəlmişik. Bütün Azərbaycan xalqının bayramını təbrik edirəm. Naxçıvanda belə konsertlərin keçirilməsi çox möhtəşəmdir. Biz şagirdlər olaraq hamımız bundan zövq alırıq, maraqlı vaxt keçiririk. Müğənnilərin gəlməyi, konsert proqramlarının keçirilməyi bizə çox böyük motivasiya verir. İmtahana hazırlaşdığımız üçün arada belə konsertlərə gəlmək bizim üçün çox yaxşıdır, əhvalımız açılır. Kimisi ailəsi ilə gəlir, kimisi sevdiyi ilə gəlir, kimisi dostları ilə gəlir. Yəni bayrama rəng qatırlar, bir-birindən gözəl konsertlər, proqramlarla, konsert proqramları olur, şənliklərimiz olur. Uşaqların əyləncəsi burada təmin olunur. Biz yəni bu təminatı eləyən bütün hər kəsə təşəkkür edirik ki, bizim kimi gənclər üçün bu şəraiti yaradıblar. Bir sözlə, Naxçıvanda keçirilən Bahar Festivalı iştirakçılarda əsl xoş ovqat yaradır. Bayram günlərini daha mənalı edir. Naxçıvan qalada Bahar Festivalı sabah da davam edəcək. Sahil Əliyev, Əli Məmmədov, Emin Babayev, NTV Xəbər.